Salam, axşamınız xeyir olsun değerli insanlar. Hər birinizə salam deyirəm, değerli dostlar, değerli sürücülərimiz. Allah bütün sürücülərin yolunu açıq eləsin. Allah hamımızın işini avan eləsin. Mən yenə də deyirəm, Allah bütün sürücülərə, taksi şoförlərinə iş nəsib eləsin ki, taksidən bizim canımız qutarsın. Ona görə ki, yəni bugün mənim başıma bir hadisə gəldi. Yəni əksəriyyətimizin başına gəlir. Yəni mən bunu çəkib paylaşmaqda fikrim odur ki, yəni taksi şoförlərin üstünə çox düşüblər. Yəni başa düşən doğrudan da mən demirəm bizim taksi şoförlərim hamımız, yəni belə deyək də günahsızıq. Yəni bizim günahımız olmur, yox. Amma ki, yəni bugünkü hadisəyə baxdım mən, yəni o insanları vallahi mən olan yerdə mən utandım. Yəni neftçilərdən 2 nəfər götürdüm, yəni qalstukda, kostyumda, səliqəli cavan uşaqlardır. Onlar bir 30 yaşı, 28 yaşı bəlkə də onlar olmaz. Bunlar toydan çıxmışlar, qonaqdan çıxmışlar, bilmirəm. Bunları Xırdalana gətirdim. O üçün bunlar yolda gördüm ki, böylədən üzr istəyirəm. Yəni vəziyyətləri yaxşı deyil. Dedim, qardaşım, maşını saxlayayım, ehtiyac varsa havozu dəyişir olmalı. Dedilər, narahat olma, sür, maşını sür, narahat olma. Sürürəm. Arkada hiss edirəm ki, bunlar qaytarırlar. Salafonzad var, gördüm əllərində salafonzad var. Dedim, insandır da. Nə olar ki, hər birimizin başına gələ bilər. O üçün gəldik. Biri 9 manat neçə qəpik pul yazıb. O üçün 12-13 manat pul yazmışdı. Onun yəni 3-4 manatın bot çıxır, sağ olsun. Yəni 9 manat neçə köpük üçün pul qalır, verilməli idi mənə. Doğrudan kartıma atdı, 9 manat pul atdılar, dinmədim. Dinmədim. Biri düşdü, biri tez düşdü, biri Xırdalanda dedi parkın yanında düşəcəm. Dedim, mən nə olar? Gəldi parkın yanında düşəndə arkaya baxdım ki, maşın indi göstərəcəm sizə. Yenə də böylədən üzr istəyirəm. Yəni biabırçılıq da, bildiyiniz biabırçılıq indi görəsiniz. Moykadayam bu dəqiqə, yəni gəlmişəm. Yəni bilirəm ki, yəni heç bir moşik yəni bunu təmizləməz də. Yəni heç kim, yəni necə deyim, yəni ürək götürməyən insanlara mən məcburam özüm təmizləyəm. Şimdi düşüb çıxdı aradan, getdi. Mən də dedim, qardaş, nə qarmısın sən maşın bulamısan belə üçün? Heç nədir, pulu atarıb kartoya, narahat olma. O üçün elə bir şey belə də olmalıdır. Mən bunların ailə şoförüyəm, mən bunun dədəsi maşını alıb mən üçün. O üçün mən maşını halal zəhmətlə də, yəni gecəmi gündüzümə qatıb 1 manat qəpik, yəni yığıram ki, bu maşınla mən ailəmə, evimə, eşiyimə çörək yaparım. Yəni bütün taksi şoförlərin 90% bu dəqiqə o vəziyyətdədir. Gecə gündüz əziyyət çəkirik, işləyirik. Yəni işləyirik, belə də yox da. Yəni bu insanlığa sığan bir şey deyil. Vallahi mən şəxsən onlar yerinə mən utandım. İnsanın şəxsiyyəti, mənliyi, kalastuk vura bilərsən, it də kalastuk vurur. Ancaq mənliyi, kişilik yüz olsun. Bu bolt havalimanına buraxmadınız, neynə? Buraxma, Allah canınızı sağ eləsin. Mən də sənədlərim, bütün sənədlərim qaydasındadır. Bütün taksi